Bakı Dövlət Universitetində Ümumdünya Telekommunikasiyanın İnkişafı konfransında iştirak məqsədi ilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Atasevərlə görüş keçirilib. Rektor Elçin Babayev tələbələrin müxtəlif elm sahələrində uğur qazanan dünya şöhrətli insanlarla görüşlərinin təşkil edilməsinin onlar üçün stimul olduğunu bildirib. O, tələbələrlə görüş dəvətini qəbul etdiyinə görə Tuva Cihangir Atasevərə təşəkkür edib. Bunun universitetin tarixinə yazılacaq bir hadisə olduğunu vurğulayıb. Tədbirdə Türkiyənin kosmosun fəthi istiqamətində gördüyü işlər və astronavt Tuva Cihangir Atasevərin kosmik uçuşlarına dair videoçarx nümayiş olunub. Tanınmış astronavt çıxışında Türkiyənin kosmik proqramının əsas hədəfləri və strateji prioritetləri ilə bağlı təəssüratlarını bölüşüb. Kosmosa uçuş zamanı insanın bədən funksiyalarının da dəyişdiyini diqqətə çatdıran Tuva Cihangir əldə etdiyi nəticələrin yaxın gələcəkdə bir sıra xəstəliklərin müalicəsinə töhfə verəcəyini bildirib. O, Türkiyə ilə Azərbaycanın kosmik sahədə əməkdaşlığının vacibliyini də diqqətə çatdırıb. Gənclərlə interaktiv sual-cavab formatında keçirilən görüşdə qonaq onların suallarını cavablandırıb, tələbələrə imzalı şəkillərini hədiyyə edib. Sonda isə BDU tələbələrinə oxuduğu maraqlı mühazirəyə görə tanınmış astronavta təşəkkürnamə təqdim olunub. Zəhra Niftiyeva, Zahid İbrahimov, BDU xəbər.